1.22 velosiped zolağı ilə kəsişmə. Velosiped zolağı ilə kəsişmə nişanında göstərir yenə standart məsafədə 50, 100, 150, 300 və kəsişən yolda avtomobil yolu olmadığını bildirir. Yəni, bura yol ayrıcı deyil. Sadəcə velosiped yolu ilə bizim yolumuz keçir. Burada keçən dərslərimizdən yadımızda saxlamışıqsa əgər, bilirik ki, kim üstündür? Velosiped yoxsa avtomobil? Avtomobil üstündür, bəli. Tamamilə doğrudur. Niyə? Çünki biz sağa yol veririk ancaq o halda ki, bura yol ayrıcıdır. Yol ayrıcı anlayışı da nə idi? Avtomobil yolu ilə başqa bir avtomobil yolunun kəsişməsi. Bura isə avtomobil yolu ilə velosiped yolunun kəsişməsidir. Niyə gözlə işarəsidir müəllim? Bu gözlə işarəsi deyil ki. Bu velosiped işarəsi. Gözlə işarəsi bunun təpəsi aşağıdır, içində velosiped olmayan. Hə. Bəzən testlərdə belə bir şey olur. Deyir ki, burada kim yol birinci keçməlidir. Siz orada cavablarda olur ki, misal üçün velosipedin birinci keçməlidir. Və ikinci cavabda olur ki, siz birinci keçməlisiniz. Amma velosipedi nəzərə alaraq xüsusi ehtiyatla keçməlisiniz. Yəni, niyə görə xüsusi ehtiyatla keçməlisən? Çünki biz dedik ki, velosipedi neçə yaşdan sürmək olar? 14. Bu adam hələ uşaqdır. Hər şey eləyə bilər. Hər şey eləyə bilər. Yəni, bu hələ də çox şeyi başa düşmür. Ona görə gəldiyi kimi də gedə bilər. Bu səbəbə görə siz ondan ehtiyatınızı tutmalısınız. Cavab olacaq xüsusi ehtiyat tutaraq özünüz keçirsiniz birinci.